Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu videomuzda sizlərlə dəyər nəşrləri test toplusundan təkamül təliminə aid olan testlərin izahlarını verəcəyik. Başlayırıq qapalı tipli test tapşırıqlarının izahları ilə. Birinci sualda bizə deyilir ki, yanlış mülahizəni müəyyən edin. Populyasiyanın tutduğu ərazi fərdlərin sayından asılı olaraq dəyişə bilər. Bu fikir doğru bir fikirdir. Həqiqətən dəyişə bilər. Fərdlərin sayı çoxdursa, populyasiyanın tutduğu ərazi böyük olur. Azdırsa, populyasiyanın tutduğu ərazi kiçik olur. B bəndində deyir ki, hər bir populyasiyanın özünə məxsus genofondu var. Bu da doğru bir fikirdir. Genofond nə idi? Populyasiyada olan fərdlərin hər birinin genlərinin cəmi və populyasiyadakı fərdlər bir-birindən fərqləndiyinə görə, genləri də bir-birindən fərqləndiyinə görə hər bir populyasiyanın özünə məxsus genofondu olur. C bəndində deyir ki, ömrü qısa olan kiçik heyvanlar, heyvan populyasiyalarında fərdlərin sayı kəskin dəyişə bilər. Bəli, bu doğru bir fikirdir. Kəskin dəyişiklik ola bilər. Düppeləm düz fikirdir. D bəndədir ki, hər bir populyasiyanın daimi arealı olur. Xeyr, populyasiyanın arealı dəyişə bilir. Dəyişə bilir. 9-cu sinif dərsində populyasiya mövzusunda verib bu fikri. Ona görə D variantımız səhv bir variantdır. Populyasiyanın tutduğu ərazi fərdlərin hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişə bilər. Bax, elə D bəndinin Y bəndində səhv çıxarıbdır. Doğru bir fikirdir, çünki Y bəndi. İkinci sualda nöqtələrin yerinə uyğun gələn sözü müəyyən edin. Uyğunlaşma heyvanların, nöqtə-nöqtə uyğunlaşma heyvanların ayrı-ayrı fərdlərinin və ümumilikdə növün sağ qalmasına yönələn müxtəlif davranış formalarıdır. Təbii ki, burada davranış formaları dediyinə görə biz etoloji uyğunlaşmanı götürəcəyik cavab kimi A bəndi olacaq bizim cavabımız. Üçüncü sualda Linneyin istifadə etdiyi müasir sistematikada çox hüceyrəli avtotrof orqanizmlərin təsnifatında istifadə olunmayan çox hüceyrəli avtotrof orqanizmlər bitkilərdir. Onların təsnifatında istifadə olunmayan sistematik kateqoriya nə olacaq? Təbii ki, dəstə olmuş olacaq ki, dəstə heyvanlar aləmində sistematikasında istifadə olunur. Bitkilərdə bunun əvəzinə sıra durur həmin yerdə. Dördüncü sualda növün kriteriləri ilə bağlı uyğunsuzluğu müəyyən edin. Morfoloji kriteri xarici və daxili əlamətlərdə olan fərqlərə görə müəyyən edilir. Bu doğru bir fikirdir. Fizioloji kriteri xromosom yığımındakı fərqlərə görə müəyyən edilmir. Fizioloji kriteri çoxalmaya görə fərqlər, yəni fizioloji parametrlərə görə də ən əsasda çoxalmada olan fərqlərə görə müəyyən edilmiş olur. Xromosom yığındakı fərqlər genetik kriteriyə əsasən müəyyən edilmiş olur. Ona görə 4-cü sualın cavabı B bəndi olacaq. Ekoloji kriterin müəyyən mühit şəraitində yaşamasına görə, biokimyəvi kriteri zülal nuklein turşularındakı quruluşundakı fərqlərə görə, coğrafi kriteri müəyyən bir coğrafi ərazinin tutmasına görə müəyyən olunur. Amma xromosom yığındakı fərqlər fizioloji kriterindən müəyyən edilməz. Genetik kriterindən müəyyən edilər. 5-ci sualda pasiv qoruma vasitələrinə aid deyil. Burada kirpinin iynəsi, böcəyin xitin örtüyü, ilbizin çanağı, yemişanın, göyəmin tikanı, bunlar hamısı pasiv qoruma vasitələrinə aiddir. Amma arının rəngi xəbərdar edici rəng hesab edilmiş olur. Ona görə cavabımız D bəndi. 6-cı sualda növləri nuklein turşularının tərkib və quruluşuna görə fərqləndirməyə imkan verir. Biokimyəvi kriteri cavabımız D bəndi olacaq. 7-ci sualda hansı fikir Lamarck'a aiddir? Deyir ki, bir növün daxilində baş verən dəyişkənlik ona mənşəcə yaxın olan digər növlərdə də baş verə bilər. Bu Vavilova aid olan bir fikirdir. Homoloji sıralar qanunudur. Sonradan qazanılmış əlamət irsən nəslə keçmir. Bu e, İrsən nəslə keçmir deyəndə bu fikrə gəldiyimiz zaman, yəni bunu Lamarck qeyd eləməyibdir. Növlər dəyişməzdir, bu Linneye aiddir.
Lineyə aiddir. Orqanizm özünü həyat şəraitinə uyğunlaşdırmaq üçün daim məşq edir. Bəli, bax bu məşq etmə fikri Lamarka aid edilmiş olacaq. Bir gen bir neçə əlamətə təsir edə bilər. Bu pleiotropiyadır. Pleiotropiyadır. Bunun da Lamarkla bir əlaqəsi yoxdur. Yəni cavabımız D bəndi olaraq götürüləcək. 8-ci sualda. Təbiətdə bəzən ayrı-ayrı növlərə mənsub olan fərdlər çarpazlaşaraq döllü nəsil verir. Bu hansı kriterini doğrultmur? Təbii ki, fizioloji kriterini pozur və doğrultmur. 8-ci sualın cavabı A bəndidir. 9-cu sualda stabilləşdirici seçməyə aiddir. A bəndində deyir ki, uzun illər ərzində orta həddən kənara çıxan fərdlərin sayının artması. Bu disruptiv seçmə idi. Əsasında divergensiya prosesinin durması. Bax bu yenə disruptiv seçmədir. Çünki parçalanma baş verir burada. İri sənaye rayonlarında kəpənəklərin tünd rəngli formalarının açıq rəngli formalarını sıxışdırması bu hərəkət verici seçmə idi. Sabit şərait olarsa populyasiyaların bir çox illər ərzində dəyişməz qalması, bəli, stabil qalır, dəyişməz qalır. Bu da stabilləşdirici seçməyə aiddir. Y bəndində populyasiya üçün səciyyəvi olan əlamətin orta göstərisinə malik fərdlərin kənar edilməsi, bu da nədir? Stabilləşdirici seçməyə aid deyil. Orta göstərici kənar edilir, kənara çıxanlar salamat qalır. 10-cu sualda növlər arası mübarizəyə aiddir. Qışda qida tapa bilməyən kirpilərin qış yuxusuna getməsi. Bu əlverişsiz mühitlə mübarizədir. Maral sürüsündə erkəklərin dişilər uğrunda mübarizəsi bu növ daxili mübarizədir. Meşədə toz ağacı və şam ağacları arasında işıq uğrunda mübarizə. Görür ki, başqa-başqa növlər arasında nədir? Mübarizə getmiş olur. Ona görə də cavabımız C bəndi olacaq 10-cu sualda. Quraqlıq zamanı bəzi bitkilərin yarpaqlarını tökməsi əlverişsiz mühitlə mübarizədir. Bu tropik zonalarda bitən bitkilərdə olur. Yayda yarpaqlarını tökürlər. At ilxısında balaları birgə yemləməsi, bu da növ daxili mübarizənin kəskinliyini azaldan bir qarşılıqlı yardımlaşmadır, əməkdaşlıqdır şəklində qeyd eləmiş oluruq. 11-ci sualda deyir ki, x plus y bərabər sual işarəsidir. Yəni bunları cədvələ əsasən tapmalıyıq. Yəni x ilə y-in cəmini. Burada n-lər üçün müasir sistematikada yalnız heyvanlarda istifadə edilen əsas kateqoriyaların cəmi. Yalnız heyvanlarda istifadə edilən kateqoriyaların cəmi 2 dənədir. Bir tipdir, yalnız heyvanlarda istifadə olunur, bir də dəstədir. Ona görə n-in qiyməti bərabərdir 2-yə. Görək ki, Karl Linneyin sistematikasında istifadə etdiyi kateqoriyaların sayının cəmi 4 dənədir. Növ, cins, dəstə və sinif. X-in qiyməti 4-ə bərabərdir. Müasir sistematikada yalnız bitkilərdə istifadə olunan əsas kateqoriyaların cəmi də 2 dənədir. Biri sıradır, biri də şöbədir. İndi x ilə y-in cəmi 6 edir. N-in qiyməti də 2-dir. 2-nin üzərinə nə gəlsək 6 eləyəcək? 4. Ona görə cavabımız n plus 4 şəklində B bəndi götürüləcək. 12-ci sualda. Əksər populyasiyaların cins tərkibi dişi və erkək fərdlərdən ibarət olur. Adətən bunların nisbəti də dediyimiz kimi 9-cu sinif dərsində verilib 1-in 1-ə nisbətində olmuş olacaq. Cavabımız A bəndidir. 13-cü sualda. Cədvələ əsasən x-in yerinə yazıla bilər. Stabilləşdirici seçmə, hərəkət verici seçmə, disruptiv seçmə. Bunlar hər üçün nəyin formasıdır? Təbii seçmənin növləridir. Cavabımız C bəndi olacaq. 14-cü sualda. Orqanizmlərin çoxşəkilliliyin artmasına səbəb olur. Çoxşəkilliliyin artmasına səbəb olan seçmə disruptiv seçmədir. Disruptiv seçmədir. Burada yəni çoxlu müxtəlif formalar üzə çıxır. Yəni polimorfizmi. Təkcə polimorfizmi 11-ci sinifdə təkcə disruptiv seçməyə versələr də, yadınızda qalsın, çoxşəkillilik nədir? Yeni formaların üzə çıxmasıdır. Yeni müxtəlif formaların üzə çıxmasıdır. Hərəkət verici seçmədə də yeni formalar yarandığına görə biz disruptiv seçmədə, hərəkət verici seçmənin hər ikisini qeyd edirik ki, çoxşəkilliliyin artmasına səbəb olur. Cavabımız 1 və 3 D bəndi şəklində götürüləcək. 15-ci sualda qrafikdə baxırıq ki, hərəkət verici seçmənin qrafikini veriblər bizə. İndi buna aid olan fikri
qeyd eləmiş olaq. Darwin seçməsi də adlanır. Bəli, mutasiyaya uğramış homozigotların xeyrinə seçmədir. Bu disruptivdir. Singer tərəfindən araşdırılıb disruptivdir. Növün dəyişməsinə səbəb ola bilməz. Bu stabilləşdiricidir. Schmalhausen tərəfindən araşdırılıb. Bu da stabilləşdirici seçmədir. Cavabımız nə olacaq? A bəndi şəklində götürüləcək. 16-cı sualda növün belə kriterisi yoxdur. Baxırıq ki, növün genealoji deyilən bir kriterisi yoxdur. Cavabımız C bəndi olaraq götürülür. 17-ci sualda Lamarckın təsnifat sistemində birinci pillədəki canlılara aiddir. Birinci pillədə olan canlılar infizorlardır və poliplərdir. Ona görə cavabımız D bəndi şəklində götürəcəyik. Qurdlar ikinci pilləyə aiddir. Həşəratlar deməli, üçüncü pilləyə aiddir. Mollusklar dördüncü pilləyə aiddir. Quşlar isə 5-ci pilləyə aid edilmiş olur. 18-ci sualda kəpənək və onun tırtılı bir-birindən morfoloji xüsusiyyətlərinə görə kəskin fərqləndikləri üçün onları hansı kriterlə müəyyənləşdirmək mümkün deyil. Təbii ki, cavabımız morfoloji kriteri olaraq götürüləcək. Bunlar morfoloji kriterini pozurlar, morfoloji xüsusiyyətləri fərqli olduğuna görə. Ona görə də həmin kriterlə müəyyənləşdirmək mümkün olmur. Cavabımız D bəndi. 19-cu sualda uyğunluğu müəyyən edin. Pasiv doğrama vasitələrinə sahibdir. Cavabımız kirpinin iynələri 1-ə B aiddir. Düşməndən xilas olmaq üçün pis ilə maye buraxır. Bu parabüzəndir. Təbii ki, xəbərdar edici rəng var idi bunda. 2-yə aiddir A. Bədəninin formasına və rənginə görə kiçik budaqcığa bənzəyir. Tozağacı qarışcasının tırtılı şəklində qeyd edə bilərik ki, 3-ə də aiddir C. Yəni, burada uyğunluğu biz müəyyən eləsək, 1-ə B, 2-yə A, 3-ə C, cavabımız 19-cu sualda Y bəndi olacaq. 20-ci suala gəlirik. Burada deyir ki, cədvələ əsasən yanlış fikri göstərin. Baxaq. Bu sualda səhv eləmirəmsə 2 dənə variant var idi. Elə bir şey olmalıydı. Burada xatırlayıram, mənə göndərmişdilər bir dəfə. Baxaq, yanlış fikridir, göstərin. Deyir ki, X Karolina istimatkasında istifadə etməyib. Mikro təkamül nəticəsində əmələ gəlmir. İdeadaptasiya yolu ilə əmələ gəlir. Bu, X-in yerinə olacaq fəsilə. Fəsilədir. Y-də Karolina istimatkasında istifadə etmişdir. Həm mikro təkamül nəticəsində əmələ gəlir. İdeadaptasiya yaranırsa, Y-imiz növdür. Z-ə baxanda Karolina istimatkasında istifadə edib, mikro təkamül nəticəsində əmələ gəlmir, ideadaptasiya nəticəsində əmələ gəlmir. Z də deməli nədir? Ya dəstədir, ya da sinifdir. Bu şəkildə. İndi baxaq. A-da deyib ki, Y dəstə ola bilməz. Y dəstə ola bilməz. Bu doğru fikirdir, götürmədik. B-də deyib ki, X fəsili ola bilər. X fəsili ola bilər. Bu da doğru fikirdir, götürmədik. C-də deyib ki, Y növ ola bilər. Y elə növdür. Doğru fikirdir, götürmədik. D-də deyib ki, Z bitki sistematikasında istifadə edilən kateqoriya ola bilər. Sinifdirsə, bəli, bitki sistematikasında istifadə oluna bilər. Doğrudur. Y-də deyir ki, X cins ola bilər. X cins ola bilməz. Fəsilədir. Cavabımız Y bəndidir. Onda mən nəticə fərqli bir sual xatırlamışam yəqin ki. Cavabımız Y bəndidir. Gəldik açıq tipli test tapşırıqlarına. 10 dənə də sual burada var. Baxaq görək. Demək, birinci sualda bizə deyir ki, düzgün mülahizələr seçin. Qida çatışmazlığı yaşamaq uğrunda növdaxili mübarizənin kəskinləşməsinə səbəb olur. Bu düzgün bir fikirdir. Qida çatışmazlığı və populyasiyanın sıxlığının artması. Kəskin iqlim dəyişkənliyi yaşamaq uğrunda mübarizəyə təsir etmir. Niyə görə təsir etmir ki? Əlverişsiz mühitdə mübarizə aparırlar da canlılar. Təbii ki, təsir etmiş olacaq. Üçüncü fikirdə deyir ki, sürüdəki keçi və qoyunların qida uğrunda bir-biri ilə mübarizəsi növdaxili mübarizədir. Xeyr, növlər arası mübarizə olmuş olacaq. Təbii seçmə yaşamaq uğrunda mübarizənin nəticəsidir.
Bu da doğrudur. Yaşamaq uğrunda mübarizənin nəticəsi təbii seçmədir. Təbii seçmənin nəticəsi irsi dəyişkənlikdir. Oradan da sonra canlılar mühitə uyğunlaşıb salamat qalmış olurlar. Yəni cavabımız 1 və 4 olaraq götürüləcək. Gəldik ikinci suala. Nöqtələri yerinə yazmaq olar. İmperator pinqvini populyasiyasındakı fərdlərin nöqtə-nöqtə müxtəlif olur. Görək burada nələr ola bilər? Fenotipləri, yəni xarici görünüşləri müxtəlif ola bilər. Təbii ki, ola bilər, mümkündür. Genetik kriteriyaları müxtəlif ola bilməz. Çünki xromosom yığınları hamısı eyni növ olduğuna görə bir-birinə bərabərdir. Morfoloji kriteriyalarda, yəni baxırsan hamısına deyirsən imperator pinqvinidir. Yəni fərqli ola bilməz. Amma genotipləri fərqli ola bilər. Yəni fenotip və genotip fərqli ola bilər də. Yəni hərəsinin öz valideyni var, onlardan keçən genlər var falan. Yəni və öz genotiplərinə uyğun fenotipləri olduğuna görə, yəni bu şəkildə bunlar fərqlənə bilər. 1 və 4 şəklində qeyd eləmiş olduq. Üçüncü sualda bitkilərdə quraqlığa qarşı uyğunlaşmadır. Köklərin dərinə getməsi, bəli. Çiçəklərin nektarla zəngin olması, xeyr. Yarpaqların dikana çevrilməsi, bəli. Erkəklikdən uzun saplaqlı olması, xeyr. Cavabımız 1 və 3 olaraq götürüləcək. Gəldik dördüncü suala. Linear istifadə etdiyi sistematik kateqoriyaları seçin. Burada cinsi götürə bilərik, növü götürə bilərik. Cinsi, növ cins dəstə sinifdir də. Növü, cinsi dəstəni, e, növü və sinifi götürəcəyik. 2, 3, 6, 8. Beşinci sualda nöqtələrin yerə uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edin. Növün təkamülünün ilkin mərhələsi mikrotəkamül adlanır. 4-dən başladıq. O nisbətən qısa tarixi dövr ərzində 2 baş verdiyi üçün insanlar tərəfindən müşahidə edilə bilir. 6, 4, 2, 6 şəklində qeyd edirik ardıcıllıq. Altıncı sualda nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Populyasiyanın arealı daimi deyil. 1-lə başladıq. Onun ölçüsü fərdlərin sayından və hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişə bilir. Cavabımız 1, 2, 5 şəklində olacaq. 7-ci sualda yanlış mülahizələri seçin. Heç bir kriteri ayrı-ayrılıqda növün təyini üçün kifayət deyil. Bu doğru bir fikirdir. Uyğunlaşma nisbi xarakteri daşıyır. Bu da doğru bir fikirdir. Disruptiv seçmə təsir göstərərkən orta həddən kənar çıxan fərdlərin sayı azalmağa başlayır. Xeyr, artmağa başlayacaq. Təbii seçmə istiqamətlənmiş xarakteri daşıyır. Bəli, güclünün sağ qalması istiqamətində seçir. Doğru bir fikirdir. Xəstəlik törədən bakteriyaların antibiotiklərə qarşı dözümlülüyünün artması stabilləşdirici seçməyə misal yox, hərəkət verici seçməyə misaldır. Bu da səhv bir fikirdir. Cavabımız ona görə yanlış istəyib 3 və 5 olaraq götürəcəyik. Gəldik 8-ci sualda. Uyğunluğu müəyyən edin. Ekoloji növ əmələ gəlmə, coğrafi növ əmələ gəlmə. Arealın genişlənməsi yolu ilə baş verə bilir, coğrafi növ əmələ gəlmə. 3-ə aiddir A. Növün populyasiyaları öz arealın hüdudunda qalır. Bu ekoloji növ əmələ gəlməyə aiddir. 1-ə aiddir B. Mikrotəkamül formasıdır hər ikisi. Yeni növlər əmələ gəlir hər ikisi ilə. Arealın hissələrə parçalanması yolu ilə baş verə bilər, coğrafi növ əmələ gəlmə. 1-ə B, 2-yə C, D, 3-ə A, Y aiddir. Uyğunluğu müəyyən edin. 9-cu sualda təbii seçimi və süni seçməni bir-birindən ayırd eləməyimizi istəyir bizim. Həyatın yarandığı dövrdən təsir göstərir. Təbii seçmə 3-ə aiddir A. Növ üçün faydalı əlamətlər seçilir. Təbii ki, yenə bu da təbii seçməyə aiddir. 3-ə aiddir B. İnsan əhliləşdirmə apardığı dövrdən təsir göstərir. Süni seçmə 1-ə aiddir C. Əsasında irsi dəyişkənlik durur. Hər ikisinin 2-yə aiddir D. İnsan üçün faydalı əlamətlər seçilir. 1-ə aiddir Y. Demək 1-ə C, Y, 2-yə D, 3-ə AB aid edilmiş olacaq. Yenə uyğunluğu müəyyən edin. Darwin seçməsi, parçalayıcı seçmə, stabilləşdirici seçmə. Homozigotların xeyrinə seçmə adlandırılır. Parçalayıcı seçmə.
2-yə aiddir A. Yalnız insana faydalı olan əlamətli fərdlər seçilir. Yəni bu süni seçməyə aiddir, təbii seçməyə aid deyil. Yeni əlamətli fərdlər məhv olur. Yeni əlamətli fərdlər məhv olur. Əvvəlki əlamətlər qalırsa bu e, demək aid olacaq stabilləşdirici seçməyə də dəyişməyəcək. Yəni əlamət 3-ə aiddir. C. Heterozigotların xeyrinə seçmə adlanır. Darwin seçməsi, yəni hərəkət verici seçmə. İlk dəfə Singer işləyib hazırlayıbdı, araşdırıbdı. Bu da parçalayıcı seçməyə aiddir. Yəni 2-yə aiddir Y. 1-ə D, 2-yə A, Y, 3-ə C şəklində qeyd eləmiş oluruq. Belə əzizlərim, bu dəfəki test izahlarımızdan bu qədər. Sağ olun, hələlik.